Paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən İlahiyyat məscidi bağlanmayacaq. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu cür açıqlama verib. Onun sözlərinə görə hazırda məscidin sənədləşmə işləri aparılır. Apardığımız müşahidələr də bu ibadət ocağının fəaliyyətini davam etdirdiyini göstərir. Dövlət rəsmisi məscidin bağlanması ilə bağlı iddiaları tamamilə rədd etsə də, ibadətgahda bu cür söhbətlərin gəzdiyini təsdiqlədilər. Bağlamağa əsas səbəb isə məscid ətrafında ticarət edilməsi və yaxınlıqda yaşayan sakinlərin nəqliyyatdan istifadə edə bilməməsi göstərilir. Məsciddən aldığımız məlumata görə şikayətlər nəzərə alınaraq, cüməyə gələn insanlara avtomobillərini kənar yerlərdə saxlamaları və mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilib. Bundan başqa məscid ətrafında ticarətə son qoyulması tapşırılıb. Arazxan, Fuad Sadıqov, Vüsal Qarayev, Talk TV.